Nə işlə məşğul olursunuz xanım? Heç nə, dilənçiliklə. Online dilənçiyəm. Birazdan saat 12 tamamda işim başlayır. Oturacağım 2 saat ərzində dilənəcəm. Sağ olsun, yaxşı insanlar da qəpikdən, quruşdan, gücləri çatandan, yüzlü yatan, 10 qəpik, 1 manat, 2 manat, 3 manat. İndi baxır sən insanın əl açıqlığına. Online dilənçilik. Düz sözünə deyəsən heç nə, gedib 10 bun kişisinin, 10 bun ərin qucağında oturmaqdan 1000 dəfə yaxşıdır. Dilənçilik 1000 dəfə yaxşıdır. Səni kimi özümdən 50 yaş kişinin qucağında oturacağıma, 50 yaş böyük atam yaşında kişinin qucağında oturacağıma, səni kimi gedib onun bunun stolunda oturub antrikot gəmirəcəyimə, elə oturub evimdə dilənərəm, bu yaxşıdır. Narazısan bacı? Nə evə gəlmək saatınız bilinir, nə çölə çıxmaq saatınız bilinir. Oturmuşsunuz bəziləriniz bəzi kişinin umuduna ki, bir dənə yemək qoyacaq qabağınıza, bir dənə antrikot qoyacaq. Bir-iki dəfə sizi əlləməni, bəlləməni, vəsə, 500 manatınızı verib yola salacaq. Elə o yaşayışdansa bu dilənçilik yaxşıdır. Başa düşdün? Başqa sözüm var az. 28 gülü, skamikalarda izdavaç olunan. Başqa sözüm var. Tulkaya gedən qaşqaldaq. Yaxşı ki bu TikTok açıldı. Deyir şaftalıb adam oldu, bəziləri adam oldu. Qurana and olsun. Yaxşı ki bu TikTok açıldı. Bəzi qiriyyətsizlər qiriyyətə gəldi. Nə olub heç nə? Nə olasıdır? Qaşqaldaq ətdi, quş, göydə uçan quşa deyirlər. Ay sağ ol, sənə aiddir o söz. Şükür Allaha, nə harayım klublardan gəlib, nə kluba gedən qıza pis baxmıram ha. Amma mənə deyirsənsə nə harayım klubdan gəlib, nə oradan, nə buradan. Normal ev qızı olmuşam, damaşını getmişəm, ərə yarımamışam, qayıtmışam atamın xarabasına, oturmuşam, TikTokdan pulumu qazanıram. Şükür Allaha, gecə həyatım yox, bir şeyim yox. Şükür Allaha, evdə boynun dalına atılası kişim yox. Bildin? Ged işindən məşğul ol. Feykivi də götür, bəs bayıra. Başa düşdün sən? Çıx çölə. Dəqiq, bəli, dəqiq. Gedin mənim arxivimdən bir dənə səhvimi tapın, gətirin, qoyun mənim qabağıma. Hamınızdan üzr istəyib çıxıb gedərəm bu TikTokdan. Problem deyil mənim üçün. Ağız boş deyil ki, torba deyil ki, tikəsən. Boş-boş danışmağa nə verirlər, heç nə. Tapıb gətirərsiniz, sonra danışarsınız. Bir dənə əlinizdə mıncıq eləmişsiniz, söyüş söyür, ədəbsizdir. Yaxşı ki, o vaxtlar söyüş söymüşük. Söyüş söyün, nənələrimiz də söyüş söyüb, nə olsun? Sigaret də çəkib, söyüş də söyüb, nə olsun? Həyatda ümumiyyətlə ideal insan yoxdur ki, məndən də ideallıq gözləyirsiniz. Mən müqəddəs rahibə deyiləm, məndən paçlıq gözləyirsiniz, ideallıq gözləyirsiniz. Mənə çatanda bəzilərinin papağı yadına düşür, arvadı yadına düşür, anası yadına düşür, bacısı yadına düşür. Başqa vaxt nə anaları, nə bacıları yadlarına düşür. Mənə çatanda qiriyyət yadlarına düşür, şiləpa yadlarına düşür, papaq yadlarına düşür. Qurana and olsun. Mənə çatanda hər şey yadlarına düşür bəzilərinin. Məndən qabaq necə idilər, mənə maraqlıdır. Mənim qiriyyətimi məndən başqa hamı çəkir. Amma geyib kimizi qapısını döyüb 5 manat istəsəm, 7 aylıqla oturub ağlayacaqlar. Ya da qarşılığında başqa şey istəyəcəklər. Elə olur ki, bu TikTokda oturub dilənərəm, ondan yaxşıdır. Qınamaq asan deyil, zurnanın səsi qıraqdan xoş gəlir. Oturmuşsunuz bəziləriniz ərlərinizin şotuna vedrə eləmişsiniz bir yerinizi. Gələndə bu boyda yer tuturdunuz. İndi ərlərinizin sayəsində bəziləriniz bu boyda yer tutursunuz. O cəmaatın, qadınların qınayanlardan danışıram, hamıdan danışmıram. Oturmuşsunuz ər şotuna, yaşayırsınız özünüz üçün. Və yaxud da bəzi qızlar atası gətirir, qardaşı qazanır, gətirir. Oturub burada qazananlar da və yaxud da çöldə işləyib qazananlar da qınayır. Çünki hələ ağzı hələ isti yerdədir. Nə ər təpi yiyib, nə ər şilləsi yiyib. Hələ ağzı hələ maç-maç, quç-quç həyatı yaşayır. Elə bilir, elə ərə də gedəcək, bunu ancaq əziz deyib oturacaqlar qucağında. Ya da evdə olmayanda onlar oturacaq servantın başında. Gözləyəcək, əri gəlsin, gələndən sonra oturacaq qucağında. Əri gedəndən sonra oturacaq servantın başında, əri gələndən sonra oturacaq ərin qucağında. Bunu sliviçni yağla bəsləyəcəklər. Bu Adriana Limadır. Azət Shakira belə ərindən yarımadır. Kimlər boşandı? Biz kimi ki boşanmayaq? Allahın yazısıdır da. Shakira belə ərindən boşanmadı. Duxuvut çatar gedib pulluların qızına deyəsiz, niyə boşanmısan? Sən yaxşı ki boşadılar? Yox. Ancaq kasıblara deyərsiz. Pul olanlara duxuvuz çatmır. Gəlib 7 aylıqla yaltaqlanırsınız. Amma pul olmayanlara gəlib deyirsiniz, sən əxlaqın olsaydı boşanmazdın. Sənin namusun olsaydı boşanmazdın. Elələrinə yazırlar qismətli, kasıba yazırlar pozğunsan boşandın.
Çünkü siz yalaqsınız bəziləriniz. Yalaq. Kim ölüb? Ümidlərim. Çünki yekə-yekə danışırsınız. Zor eləyirəm. Mən razmerimə görə danışıram. Yaxşı eləyirəm danışıram. Sənə nə dəxil var? Nöş yanırsan, evli kişi qucağında oturmuşsan, sözüm sənə dəyib. Sən nöş yanırsan, kiminsə evini dağıtmısan, sözüm sənə girib çıxmır. Hə? Qaynan olmusan, qurt yağı ilə oğlu bayıran. Ya baldız olmusan, paxıllığından qardaşımın evini dağıdan. Mən elələrinə söz demişəm, nöş yanırsan. Hə? Arvad şotuna şellələnlərə söz demişəm, nöş yanırsan. Bax, soğan yeməmsiz, bəziləriniz nöş yanırsınız. İçinizdə mənim dediklərimdən zərrə qədər də bir şey yoxdursa, niyə götürürsünüz üstünüzə, hə? Niyə zəhləviz gedir məndən? Çünki bəzi dediklərim sizə aiddir ona görə. Başa düşdünüz? Atmışam yiyələri götürüb yananlar da var məndən. Abijniksiz zor da eləyirəm, yaxşı da eləyirəm. Başqa. Düzə onsuz da heç vaxt yer olmayıb bu həyatda. Düz elə düzdə qalır. Bildiniz? Gərək yalaq olasan, yaltaq olasan, ayya dayı deyəsən. Çünki zaman bunu tələb eləyir. Abişnik nədir? Yəni əlindən yanıqlılar. Neyse qızlar, bağlayıram. Saat neçədir? 12 işləmiş, 20 dəqiqə açacağım. Keyfim var, zordur. Prosta səhifəmi bir yaxdan düzəldirəm, əsəb keçirdirəm. Aleyküməssalam. Dünən biz qazandıq. Əyri olma, düz ol. Sən narahat olma. Sən mənim yerimə narahat olma. Sən git anından, bacından müayət ol. Hər kəs getsin öz qapısını belə dank döysün. Görsün evindəki baş necə çıxacaq onun qabağına. Yaxşı. Sonra gələrsiniz, məndən nəsə çöpə axtararsınız. Gidin işinizlə məşğul olun. Evdə fərə çöldə kişi olanlar. Yeri gedin işinizlə məşğul olun. Oteldə oğlanı zad eləyən kimi idi. Bacıvı gəlib götürəndə görmüşdün. Qaqaş şəkil çəkdirərdi də. Qoyardın TikToka, partladardın. Milyonu keçərdi baxış. Sənə demişəm elə poxlarımı görəndə çək paylaş. Tutaq ki, mən oteldəydim. Bəs sən nə inirdin orada? Çox maraqlı deyə. Sən nə inirdin orada, brat? Və yaxud da bacı? Sən nə inirdin orada? Çox maraqlıdır prosta. Otelə getmək bəyəm ayıbdır. Cəmaət arvadı ilə, uşağı ilə, ailəsi ilə gedir. Otelə gedənlərə nə olub ki? Fərqi yoxdur, ay ürəyim. Məkan hara olur olsun, ürəyin necə istifadə edirsə elədir. Belə Allah acıq getməsin, aptekə girib əxlaqsızlıq eləyənlər də var. Evin içində eləyənlər də var. Arvadı işə gedəndən sonra arvadının yatdığı otağa başqa qadın soxanlar da var. Bəyəm məkanla da əxlaqsızlıq. Nə danışırsan? Əri gedəndən sonra evə qazpılı soxan kim, şıxpılı soxan kim? Nə danışırsan az sən? Gedişinlə məşğul olasın. Paraşokun içinə telefon qoyub işlədən qaşqaldıq. Hamısını görmüsən. Görə gəlirik də bu həyatı. Niyə görmürük? Koruq. Göy üzündə yaşayırıq. Qəribə danışır ki, görə gəlmirsən. Özündən bilirsən. Onda mənə dediklərimi özündən bilirsən. Çox maraqlıdır. Mənim indi altımda maşınım olsa, 10 dənə evim olsa, hansısa bir pıllı kişinin qızı olsaydı, birinizin bir yeri çatmazdı mənə söz deməyə. Yaltaqlığın biri 5 qəpikdən eləyərdiniz. Bəziləriniz aiddir. Kasıbı geyinib keçinən görən kimi, pajıqanda. Bu süddür bu, həyasıddır. Bunun yiyəsi yoxdur. Sənin yiyən var elə. Biz turpuq yerdən çıxmışıq. Biz ağacdan dəriblər. Sən namusla, qiriyyətlə, qızıl tasda gəlmişsən. Bir dənə sənin yiyən var. Bu canlı çanların yiyəsi yoxdur, amma yazanların yiyəsi var. Sən yiyəlisən, bir dənə qiriyyətli sənsən, ay bacı. Mən sizə bir söz deyim. Kim izləyirsə onun tayıdır, düz deyiblər. Mənim izləyicilərim mənim tayımdır, şükür Allaha. Məni kimi dillər acı ola bilər, ağızlarına gələn danışa bilərlər, amma min şükür. Arxalarına baxanda arxivlərində tüpürəcək bir şeyləri yoxdur. Kim izləyirsə onun tayıdır. Kim kimi izləyirsə onun tayıdır əzizim. Bunu yadınızda saxlayın. Başa düşdün? Gedin də işinlə məşğul ol.
Gör hansı zamanədə yaşayırsınız ki, 2-3 gündür bir dənə video çıxır TikTokda qabağıma. Qızı deyəsən, qız rəhmətə gedib də, əxlaq üstündə vurub oğlan. Hamı yazıb ki, zorsan brat. Hələ bir dənə qadın yazıb profildə uşaq şəkli qoyub, bilinir ki, öz uşağıdır. Gələcəyin anasıdır, qız böyüdəcək. Yazıb ki, sən zor eləmisən, zor eləmisən, elə qiriyyətivi zor təmizləmisən. Gör necə düşüncəyə bax bir dənə. Gör necə dalda qalıblar bunlar. Gör nə pis yıxı düşüncədədirlər. Elə bir qaqaş toyuq başı kəsib otub ora. Öyle de 1300 dənə yorum var. Bəlkə bir 2-3 nəfər insaf eləyib orada. Qalanları yazıb zordur, əla. Yaxşı zordursa get çıxart o qaqaşı türmədən. Bir sigaretdən zaddan apar ver də, ay tirka verə. Bir qapısını aç, bir dənə cındırmayka ver də giyinsin. Çox maraqlıdır. Tirka verənlər hardadır? Repe çox sağ ol. Zoy eləmişsən, zoy. Deməklə deyil, zoydu. Prosta insanların düşüncəsinə baxıram, çox belə qəddarlaşmışsınız, çox. Allah'ın olsun, çox dəhşət dərəcədə. Onsuz da yaxşılarından qıraq, qadın rəhmətə gedəndə dalıca deyəcəklər pozğun idi. Deməyəcək ki, kefimdən elədim, çəkmişdim elədim, zor elədim, başım qaçmışdı, başım xarab olmuşdu, çox sağ ol, gic damarım tutmuşdu. Deməyəcək ki, onu bəziləri. Deyəcək ki, qiriyyət üstündə elədim, nə deməlidir başqa? Hayf ölənin canından. Başqa nə, sabah hamımızın başına gələ bilər. Sabah bütün qadınların başına gələ bilər o. Ona görə də heç vaxt elə şey qınamayın, başınıza gələr. Özünüzün də gəlməsə evladınızın başına gələr. Heç vaxt ay kişilər və yaxud da qadınlar yorumlarda heç vaxt elə şeylərə düzdür yazmayın. Allah sizi onunla sınıyar. Bilib bilmədən danışmayın. Gözünüzlə görün, sonra danışın. O ölüb rəhmətə gedib, dil ağzı yoxdur, dursun özün, savunsun. Effekt koy. Ay qız ışıq düşür, ona görə belə olub. Hamısı gözəllik mərkəzindən çıxanlar gəldi. Biri Angelina'nın uşağıdır, biri Britney'nin uşağıdır, biri Shakira'nın uşağıdır. Hamısı Jennifer'in qızı, hamısı bugün burada məşhurların qızlarıdır. Gözəlçələr gəldi, putulkuya oxşayanlar gəldi. Aftamdilə oxşayanlar gəldilər. Hamısı gözəl, ışıq düşür, nə olub? $15 deyil, o düzəltdim, ay piyontagen. Sildim, TikTok'u təzdən yazdım. Neyse qızlar, 15-20 dəqiqə açıram, yenilib gəlirəm. Davay, öptüm sizə hələlik. Səhifəmi yoxlayırdım, görüm düzəldi, düzəlmədi. Neçə gürdü qalmışdı, sıfırda. Açırdım, bilinmirdi ki, canlı yayımdayım. Ona görə təzdən şeylədim, daha gördüm canlıdayım. Qızışdırdız qaldım burada. Təbii deyəndə ki, ay bala, ay başvoza dönüm, ay Allah, hə, gələ, ay Allah, hə, gözəlçələr. Hə, əyrə yağlar, raqatqalar, sənə sözündən qabaq gedənlər, qaşqaldaqlar, ərlərin dalıca belə avtandil kimi gəzənlər gəldi, mən gözəllik dərsi keçməz. Bir qadınlığın olsun, get gir qoluna gəz. Sən heç it yerinə qoyub yanında da gəzdirmir. Git işinlə məşğul olaz. Git işinlə məşğul. Çöldəki 5 manatlığı vırır qoluna gəzir, sən heç gəzdirmir. Git öz dərdimi çəkirsən, mənim dərdimi çəkincə. Öz dərdimi çəksən, mənim dərdimi çəkincə. Mən artıq yazanlara aiddir. Öz dərdimi çək, yaxşı. Ərivi qapılardan yığsən birinci. Gəlib mənim dərdimi çəkmə. Mən kimlə danışıram, kimlə danışmıram. Əşrəf nə oldu, filan kəs nə oldu. Əşrəf getdi sezona, heç nə. Rüya doğdu, doğmadı bilinmir. Sentyabrda biləcəyin oldu. Sən Əşrəf lazımdır. Dur, rədd ol. Niyə ay səssizlik? Arvadım qucağımda oturub, hoşuma gəlmədi. Neyse kızlar, mən takip eləməyənlər takip etsin, birazdan açacağım. Tanış olmaq istəyən yazsın. Ne inir sən dalına şalvar ala bilməyəni? Bir oğlan ki götürüb sosialda yazır, tanış olmaq istəyən yazsın. O oğlan nə gündədir? Arvaddan pul güdən qaşqaldaq. Ne inirlər səni? Bu da başını soxmağı yer axtarır. Ne inirlər səni bədbəxt? Ne inirlər səni aç? Ne inirlər səni ha? Ne inirlər səni? Başlarına bir də səni çıxardırlar. Lap xanım idi. Neynirlər az səni? Tanış olmaq istəyən yazsın. Beyquş. Hə, 12 tamamdadır. Bu qız kefdir. Bu qız da kefli qoyublar. Yiyib bitirdilər məni. Yerindən duran çıxır.
Ləman belə, ləman belə, ləman belə, ləman belə, ləman belə. Buzqaltır geyinən vaxtları yaddan çıxıb, heç mən elə buzqaltır geyinə bilmirəm. Ləman belə, ləman belə, sakit dururam, başları gedir. Mən danışsam pis danışaram Quran haqqı. Nyama, 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 nyama. Ləman daşağır olub düşüb başlarına. Əvvəl qadınlar rəqabət aparırdı məndən, indi kişilərin əksəriyyəti rəqabət aparır məndən. Niyə? Mənə çox maraqlıdır. Sizdə bir kişilər niyə qadınlar rəqabət? Düzdür, qadınlar rəqabət aparan ümumiyyətlə demək olmaz, amma sizcə niyə? Çox maraqlıdır. Nəysə, saat neçədir? Burada var saat, bir dəqiqə. Məndə 11:03 göstərir. 12 işləyir, düzdür. 15 dəqiqəyə gəlirəm. Əsas oda səhifəm düzəldi. Canlı aça bilmirdim burada. Gəlib telefonumu dəyişəcəkdim. Yaxşı ki, dəyişməmişəm.